Salam, hər vaxtınız xeyir olsun. 2021-ci ilin bu günündə Şuşada Azərbaycanla Türkiyə arasında tarixi müttəfiqlik haqqında bəyannamə imzalandı. Bu sənəd təkcə diplomatik akt deyil, eyni zamanda iki qardaş xalqın tarix, mədəniyyət və ortaq tali üzərində qurulan münasibətlərinin yüksək mərhələyə, strateji müttəfiqliyə keçidinin rəsmi nişanəsi oldu. Bu müddət ərzində iki ölkə arasında əlaqələr daha da inkişaf etdi və tarixi elə Şuşa bəyannaməsindən danışırıq. Real intervyuda qonağım millət vəkili Bəxtiyar Əliyevdir. Bəxtiyar müəllim, xoş gördük sizi. Xoş gördük. Təbii ki, bu bəyannamənin tarixi əhəmiyyəti böyükdür. Özündə nələrə ehtiva edir bu bəyannamə? Əvvəla dəvət üçün sizə özlərin təşəkkürümü bildirirəm. Belə bir gözəl gündə 15 iyun eyni zamanda bu Azərbaycan dövləti və xalqı üçün milli qürur günüdür, bir bayramdır, qurtuluş günüdür. Və sizi də, əməkdaşların hamısını da, bütün xalqımızı təbrik edirəm. Və belə bir gündə Şuşa bəyannaməsinin imzalanması əlbəttə çox böyük tarix hadisə oldu. Çünki bütün bu dövr ərzində Azərbaycanla Türkiyə arasında münasibətlər yalnız artan istiqamətdə inkişaf edirdi. Və əgər xatırlasaq ki, vaxtı ilə beynəlxalq tədbirlərin birində Türkiyəyə qarşı məsələ qaldırılanda Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev orada çıxış etdi və qeyd etdi ki, Türkiyə burada yoxdursa, Azərbaycan buradadır və Türkiyənin haqqını orada qətiyyətlə müdafiə etdi. Və yaxud da ki, başqa bir halı biz nəzərə alsaq ki, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər etməli idi, amma Türkiyədə baş verən hadisələrlə bağlı o gələ bilmədi. Və cənab prezident İlham Əliyev bəyan etdi ki, əgər siz bura gələ bilmirsinizsə, onda mən gəlirəm və Türkiyəyə səfər etdi. O görüş orada baş tutdu və eyni zamanda Türkiyə xalqı ilə, Türkiyə dövləti ilə bir yerdə olduğunu Azərbaycan bir daha da bütün dünyaya nümayiş etdirdi. Yəni, eyni sözləri biz Türkiyə haqqında da deyə bilərik ki, bugünkü iqtidarın, Türkiyə iqtidarının həyata keçirdiyi siyasət əlbəttə ki, Türk dövlətləri arasında münasibətlərin daha da dərinləşməsinə, o cümlədən Azərbaycanla dərinləşməsinə xidmət edirdi. Və bu münasibətlərin də əsasını vaxtı ilə Naxçıvanda Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Və orada Naxçıvanda imzalanan bir çox sənədlər bizim strateji müttəfiqliyimiz istiqamətində işlərin sürətlənməsinə böyük dəstək verdi. Və eyni zamanda həm Türkiyədə antiterror əməliyyatlarının keçirilməsi, Azərbaycanın öz torpaqlarını azad etməsi və antiterror əməliyyatlarının həyata keçirilməsi bir daha göstərdi ki, bu proseslərin hər birində Türkiyə dövləti və Türkiyə xalqı mənən və siyasi platformalarda Azərbaycanın yanındadır, Azərbaycana öz dəstəyini verir. Və bütün bu proseslərin nəticəsində şübhəsiz ki, ilk dəfə bəlkə də Türkiyə-Azərbaycan tarixində belə bir sənəd imzalanırdı və belə bir sənədin məhz Şuşada imzalanması özü də bir rəmzi xarakter daşıyır. Çünki Azərbaycan xalqı, Azərbaycan dövləti Müzəffər Ali Başkomandan prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük vətən müharibəsində qəhrəman əskərlərimizin, zabitlərimizin şücaəti ilə Şuşa qalasını Ermənistanın işğalından azad etdi və bütün dünyanı təəccübləndirdi və ermənilərin özləri də çaşbaş qalmışdılar ki, hər tərəfdən mühasirə olunan Şuşa qalasını Azərbaycan xüsusi təyinatları, yüngül silahlarla necə fəth etdilər və erməni qüvvələrini darmadağın etdilər orada. Və biz diqqət yetirsək ki, o tarixi sənədin imzalanması hansı şəraitdə baş verir Şuşada, prezidentlərin arxa fonunda qədim Şuşamızın qədim dağıdılmış abidələrini biz görürük. Bu erməni vandalizminin nümunəsidir. Ermənilər işğal edərək Şuşanı görün necə dağıdıblar. Halbuki onlar qeyd edirdilər ki, güya mədəni xalqlardılar və bu torpaqlarda güya ermənilər qədim vaxtlardan yaşayıbdır. Əgər bu ermənilərin torpaqları olsaydı, bu qədim abidələri bu cür dağıtmazdılar. Bütün bu bir daha onu göstərdi ki, həm qlobal, həm regional səviyyədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunması üçün bu ittifaq zəruridir və ilk dəfə olaraq
gedən proseslər nəticəsində Azərbaycanla Türkiyə arasında müttəfiqlik bu bəyannaməsi imzalandı və hesab edirəm ki, bu müttəfiqlik bəyannaməsi üçüncü ölkələrə qarşı yönəlməyib. Yalnız bu regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və terrora qarşı mübarizənin gücləndirilməsinə xidmət edir və bundan sonra da edəcək. Doğru. Bəxtiyar müəllim, bir məsələ də var ki, Şuşa bəyannaməsi 1921-ci ildə imzalanmış bir növ Qars müqaviləsinin davamıdır və hətta orada bəzi bəndlər var ki, ona da istinad olunur. Elə yeri gəlmişkən 2021-ci ildə Şuşa bəyannaməsi imzalanarkən həmin ildə həm də Qars müqaviləsinin 100 ili tamam olmuşdu və ümumiyyətlə bu bəyannamə, yəni həm Qars müqaviləsinin davamı olan Şuşa bəyannaməsi, burada ortaq məsələlər nədir, ortaq tərəflər nədən ibarətdir? Siz tamamilə haqlı olaraq qeyd edirsiniz ki, elə qırmızı xətli orada Qars müqaviləsi keçir və bunun da çox böyük tarixi və siyasi mənası var. Çünki hələ ötən əsrin 20-ci ilin əvvəlində bilirsiniz ki, Azərbaycan Demokratik Cümhuriyyəti süqut etdi, biz müstəqilliyimizi itirdik, Azərbaycanda Sovet hökuməti quruldu, formal olaraq biz yenə də müstəqil bir dövlət olaraq qalırdıq. Amma şübhəsiz ki, bu bir nisbi anlayış idi. Azərbaycan ərazilərinə çoxlu iddialar var idi. Azərbaycanı daha da çox parçalamaq planları da var idi. Və bu baxımdan da hesab edirəm ki, həmin dövrdə aparılan danışıqlar və Türkiyənin prinsipial mövqeyi ilk növbədə Moskva müqaviləsində öz əksini tapdı. Bu 1921-ci ilin martında yekunlaşdı. Dostluq və qardaşlıq adlanan bu müqavilə Rusiya ilə Türkiyə arasında bağlanır və burada Azərbaycan və xüsusilə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında xüsusi maddə var və Türkiyənin təkidi ilə də qeyd olunurdu ki, Naxçıvan muxtariyyət qazanır və eyni zamanda muxtariyyət qazanmaqla yanaşı bu Azərbaycanın tərkibində qalır və Naxçıvan üzərində müstəsna səlahiyyət hüququ yalnız Azərbaycandadır və üçüncü dövlətlərə verilə bilməz bu səlahiyyət. Yəni, həmən o müqavilədə öz əksini tapdı və eyni zamanda həmin ilin 1921-ci ilin oktyabrında Qars müqaviləsi imzalandı və Qars müqaviləsində ayrıca bir maddə olaraq yenə də Naxçıvan haqqında orada maddə var idi və bu hər iki müqavilələrin əlavələrində sərhədlər də müəyyən edilirdi. Çox təəssüflər olsun ki, istər Qars müqaviləsində, istər də digər beynəlxalq bu sənədlərdə Naxçıvanın dəqiq əraziləri müəyyənləşdirilsə də, sonraki illərdə, 20-ci illərin sonlarına doğru Naxçıvanın bəzi əraziləri yenə də Ermənistana verildi. Eyni zamanda orada Zəngəzurdan da söhbət gedirdi, Qərbi Zəngəzurdan. Baxmayaraq ki, burada Azərbaycanın və orada yaşayan Azərbaycanlıların fikri nəzərə alınmadı. Qərbi Zəngəzurda yaşayan əhalinin demək olar ki, 95% Azərbaycanlılardan ibarət idi. Amma bütün bunlara baxmayaraq Qərbi Zəngəzur Ermənistanın tərkibinə verildi və sonraki dövrlərdə bu ərazilər biraz da genişləndirildi. Ona görə də Naxçıvanla Azərbaycan arasında bağlantı tamamilə kəsildi. Halbuki orada lap əvvəlki müqavilələrdə Türkiyə və Ermənistan arasında bağlanmış müqaviləyə görə bu 1918-ci ilin iyununda baş vermişdi. 9000 kvadrat kilometrlə Ermənistan Respublikası yaradılmışdı. Və bu beynəlxalq müqavilədə öz əksini tapmışdı. Yerdə qalan ərazilər Azərbaycan Demokratik Cümhuriyyətinin əraziləri idi. Bəs bu baxımdan həmən o tarixi sənədin burada qeyd edilməsi ermənilər tərəfindən ki, bir ara bir gündəmə gətirildi ki, Qars müqaviləsinin artıq müddəti başa çatır, müddəti başa çatmayıb, bu müddətsiz bir müqavilədir. Və məhz Şuşada tarixi bizim zəfərimizdən sonra Türkiyə və Azərbaycan Respublikası prezidentlərinin müttəfiqlik bəyannaməsində bu məsələnin keçməsi bir daha bütün dünya və dövlətlərə mesaj verdi ki, nə Türkiyənin, nə Azərbaycanın sərhədləri, beynəlxalq aləmdə tanınmış sərhədləri toxunulmazdır.
ərazi bütövlükləri toxunulmazdır, suverenliyi toxunulmazdır. Əgər bunlara hər hansı bir təhdid olarsa, Türkiyə və Azərbaycan silahlı qüvvələri bir yerdə bu təhdidlərə qarşı istənilən addımları ata bilər və 44 günlük vətən müharibəsi göstərdi ki, heç bu ittifaq olmadan belə, Türkiyə silahlı qüvvələrin iştirakı olmadan Azərbaycan özü bu məsələləri həll edə bilər. Və necə ki, Türkiyəyə qarşı aparılan bu çirkin oyunlarda Türkiyənin ərazi bütövlüyünə təhdidlər var idi. Türkiyə özü müstəqil, heç bir dövlətin köməyi olmadan öz ərazi bütövlüyünü bugün qorudu. Və Suriyada baş verən hadisələr də göstərir ki, Suriyada bir Türkiyəyə qarşı alternativ bir cəbhə açmaq istəyirdilər, bir süni bir dövlət yaradıb Azərbaycanı da burada necə deyirlər, təhlükə altında qoyaraq, yəni bu əraziləri biraz da genişləndirək, yeni bir hansısa idarə olunmaz ərazilər yaratmaq istəyirdilər ki, bu ittifaqlar pozulsun, stabillik pozulsun. Amma Türkiyə silahlı qüvvələri bu işin öhdəsindən gəldi və Türkiyə dövləti diplomatiya sayəsində Azərbaycanın da dəstəyi ilə, digər türk dilli dövlətlərin dəstəyi ilə təbii ki, bu qələbə də təmin olundu. Yəni, bir daha da onu qeyd etmək lazımdır ki, Şuşada belə bir tarixi sənədin imzalanması tarixin heç bir dövründə olmamışdır. Və bu elə bir sənəddir ki, Şuşa qalasında imzalanan bu sənəd bizim tarixi keçmişimizə qayıdış, qədim Azərbaycan dövlətçiliyinə qayıdış deməkdir. Pənahəli xandan üzü bu yananı da göstərmək, ondan əvvələ də göstərmək ki, həm Türkiyənin, həm Azərbaycan minilliklərə söykənən dövlətçilik tarixi var. Əsas məsələ odur. Və bu dövlətlər də bundan sonra da yaşayacaq. Doğru. Bəxtiyar müəllim, biraz öncə də biz elə Qars müqaviləsindən danışdıq. Siz orada qeyd elədiniz, Qərbi Zəngəzurla bağlı məsələni qeyd elədiniz. Elə yeri gəlmişkən Şuşa bəyannaməsində də Şərqi Zəngəzur dəhlizi ilə bağlı məsələ xüsusilə qeyd olunub və bugün günümüzün əsas məsələsi də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu istiqamətdə bildiyiniz kimi işlər görülür. Elə istərdim bu barədə danışaq. Amma Ermənistan bu məsələyə, ümumiyyətlə bu məsələdən qaçır və dəhlizin açılmasına maraqlı deyil. Bunun səbəbləri nədir? Tamamilə haqlı qeyd edirsiniz ki, istər qeyd etdiyimiz Moskva dostluq və qardaşlıq müqaviləsində, Türkiyə-Rusiya arasında, istər Qars müqaviləsində bu məsələlərə toxunulubdur. Toxunulubdur və Qərbi Zəngəzur məsələsinə də toxunulubdur. Çünki Zəngəzur bu Azərbaycanın tərkib hissəsi idi. İki yerə böldülər bunu. Çox təəssüflər olsun. Amma orada qeyd edilmişdi ki, maneəsiz gediş-gəliş tam təmin olunacaqdır. Yəni, bütün müqavilələrdə bu göstərilibdir. Və eyni zamanda Türkiyə və Azərbaycan arasında imzalanan müttəfiqlik bəyannaməsində, Şuşa bəyannaməsində də ayrıca bir bəndlə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yaradılması və möhtərizədə də orada qeyd edilibdir. Bu Zəngəzur dəhlizi açılması əlbəttə ki, bu tarixin bir tələbidir, bu bir gerçəklikdir, bu baş verməlidir. Həm də bu beynəlxalq normalara uyğundur. Çünki bir ərazidən digər əraziyə keçilməsi üçün heç bir maneələr olmamalıdır və bilirsiniz ki, Ermənistan öz himayədarlarının dəstəyi ilə Azərbaycan ərazilərini işğal etdikdən sonra ümumiyyətlə bütün dəmir yollarını da söktülər, bütün əlaqələri də kəsdilər. Və onlar 30 il deyirdilər ki, Azərbaycan və Türkiyə Ermənistanı blokadada saxlayır. İndi təsəvvür edin ki, vətən müharibəsindən artıq 5 ilə yaxın vaxt keçir. Bugünə qədər də Ermənistan o yolları açmaq niyyətində deyil, müxtəlif bəhanələrə bunu uzadır və öz himayədərlərinin şübhəsiz ki, dəstəyi ilə uzadır və burada çox ciddi və şübhəli geosiyasi oyunların iştirakçısı kimi özünü göstərir. Bu baxımdan da hesab edirəm ki, həm o tarixi müqavilələrdə, həm bu bəyannamədə, həm də ümumiyyətlə Şərq və Qərb orta yol konsepsiyası baxımından əlbəttə ki, Zəngəzur dəhlizi olmalıdır, bu açılmalıdır. Həm də nəzərə alsaq ki, Qərbi Zəngəzur 1920-ci ilin noyabrında və tamamilə isə 1923-cü ildə tam faktiki olaraq Ermənistana verilib. Orada yaşayan nə 95%-in təşkil Azərbaycanlıların rəyi nəzərə alınmayıbdır.
nə də ki, tarixi reallıq nəzərə alınmayıb. Çünki bir dövlətin ərazini iki yerə sünüş surətdə parçalayaraq gələcəkdə o ərazilərdə ilhaq etmək məqsədi güdülürdü burada. Və eyni zamanda da Türk dövlətləri arasında olan bir bağı qırmaq və Şərq ilə Qərb arasında olan yolu nəzarətə götürmək niyyəti güdülürdü burada. Çox uzağa gedən bir strateji burada hədəflər var idi. Amma bu günlər reallıq nədən ibarətdir? Bugün reallıq ondan ibarət ki, 44 günlük vətən müharibəsindən sonra Azərbaycan tamamilə yeni bir siyasi reallıq yaradıbdır. Bu reallığı bütün dünya artıq qəbul edir və böyük dövlətlər də artıq onunla razılaşırlar ki, tarixdə yol verilmiş bu səhv düzəldilməlidir və regionda sülh əmin-amanlıq bərpa olunmalıdır. Bunun da iqtisadi əsasları olmalıdır. İqtisadi əsas isə yollardan keçir, ticarətdən keçir. Və onun üçün də bu yollar da açılmalıdır və Ermənistan və ona dəstək olan bu yolun açılmasına mane olan qüvvələr artıq demək olar ki, bütün limitlərini bitiriblər. Və mən hesab edirəm ki, yaxın zamanlarda Zəngəzur dəhlizi açılacaqdır və Ermənistanda da artıq bunu çox yaxşı anlayırlar ki, bu dəhliz açılmasa Ermənistanın heç bir gələcəyi yoxdur və Ermənistan tarixdə ilk dəfə olaraq bir dövlət kimi, yəni ermənilərin dövləti kimi Azərbaycan torpaqları hesabına mümkün olmayacaqdır. Amma Zəngəzur dəhlizi açılarsa, qonşuların ərazilərinə iddialardan Ermənistan əl çəkərsə, şübhəsiz ki, onda tarixdə ilk dəfə olaraq ermənilərin də tarixi Azərbaycan torpaqlarında bir dövləti ola bilər və onlar mehriban qonşuluq siyasətinə əməl etsələr, onlar da bütün bu beynəlxalq layihələrdə də iştirak edə bilər. Bu onların seçimidir, bu onların son şansıdır və hesab edirəm ki, bütün dünya da artıq beynəlxalq ictimaiyyət də bunu çox yaxşı anlayır. Və həmin müqavilədə bir məsələ də var. Orada Atatürkə və Ulu Öndər Heydər Əliyevə bir istinad var və onların deyimlərinə və bunun da çox rəmzi mənası var. Yəni 100 ildən artıq bir Atatürkün deyimindən keçməsinə baxmayaraq və Ulu Öndərin dediyindən artıq 30 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, bu bizim gələcək strateji hədəflərimizə yönələn bir şüarlardır, bizim devizimizdir və Türkiyənin, Azərbaycanın sevinci və dərdi bir-birimizindir və daima bir-birimizin yanında olacaq və buna da heç kimin şübhəsi olmaz. Doğru. Bəxtiyar müəllim, son olaraq mən soruşmaq istərdim Şuşa bəyannaməsində verilən mühüm mesajlar. Təbii ki, bu həm də beynəlxalq qüvvələrə də aiddir və sizcə bu mesajlar öz, belə deyək, o həmin ki, ünvanlanan dairələr var, onlara nə dərəcədə onlara bu təsir göstərir? Tamamilə çox doğru qeyd edirsiniz ki, Şuşa bəyannaməsi Şuşa qalasından bütün dünyaya o yüksəklikdən bir sülh mesajı idi, bir əməkdaşlıq mesajı idi, bir təhlükəsizlik mesajı idi və terrorizmə qarşı mübarizə mesajı idi. Əlbəttə ki, bu günləri Azərbaycan çox etibarlı bir tərəfdaş kimi tanınır, qəbul olunur və hətta baxmayaraq ki, Avropa İttifaqı ardıcıl olmayan siyasət yürüdür. Bir yandan onlar Azərbaycandan xahiş edirlər, Azərbaycanla çox belə isti münasibətlər sərgilə, müqavilələr imzalayırlar. Amma sonradan bəzi bəndlərdən nələrinsə təsir altında çəkilirlər və yaxud da ki, irəli gəlirlər. Amma bu günləri Azərbaycanın Avropa İttifaqının 10 ölkəsi ilə çox sıx təmasları, əlaqələri var. Və onlarla mən deyərdim ki, strateji bir tərəfdaşlıq sazişlərimiz də var. Və bu ölkələrlə Azərbaycanın münasibətləri getdikcə daha da dərinləşir və eyni sözləri biz Türkiyə haqqında da deyə bilərik. Və təsəvvür edin ki, Suriyada baş verən hadisələrlə bağlı Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trump'ın tarixi sözləri var ki, heç bir dövlətin min illər boyu etmədiyini Türkiyə dövləti etdi. Yəni, bölgəyə çox böyük qlobal bir arenada bir sülh, barış, sabitlik gətirmək üçün apardığı siyasəti başa çatdıra bildi. Yəni, Suriyada bu günləri təkcə deyil və eyni zamanda digər qonşu dövlətlərdə də
əlbəttə ki, əmin-amanlıq, sülh üçün bir şərait yaratdı. Amma çox təəssüflər olsun ki, bundan qıcıqlanan və bundan hiddətlənən bəzi dövlətlər və o cümlədən bu qərb dövlətləri burada iştirak edirlər. Onlar yenə də şərqdə və xüsusilə də yaxın, belə deyək ki, keçmişdə təkrarladıqları oyunları yenidən oynamağa cəhd edirlər, qarışdırmağa çalışırlar və təhrik etməyə çalışırlar. Amma Şuşa bəyannaməsində verilən mesaj ondan ibarətdir ki, artıq o güc hansı platformaya keçibdir. Yəni Cənubi Qafqaz regionunda qarşılıq yaratmağa Türk dilli dövlətlər birliyi var. Bəli. Bu tərəfdə Çin var, o tərəfdə Qərb var. Burada tək körpü rolu yox. Bunlar arasında dialoqu, əməkdaşlığı təmin edə biləcək yeganə güc mərkəzi artıq Türk dilli dövlətləri təşkilatıdır. Və ona görə də bununla artıq onlar hesablaşırlar və bu günlərdə Cənab Prezidentin Çinə olan səfəri də bunu bir daha da göstərir. Eyni zamanda bu yaxınlarda Cənab Prezidenti qeyri-formal Avropa siyasi platformasına dəvət etdilər və orada iştiraki və görüşləri də bir daha bunu göstərdi ki, bəli, bu mesajlar ünvanına çatıbdır. Onlar bunu yaxşı anlayırlar və bu günləri Azərbaycanın beynəlxalq aləmdə rolu təkcə iqtisadi mənada deyil, eyni zamanda siyasi mənada getdikcə artmaqdadır. Mən təşəkkür edirəm sizə Bəxtiyar müəllim, çox sağ olun. Sağ olun. Xatırladım ki, real intervyuda qonağım millət vəkili Bəxtiyar Əliyev idi. Biz Bəxtiyar müəllimlə tarixi Şuşa bəyannaməsindən danışdıq.